Deməli, oxuyub anlama ilə bağlı bir test tapşırığıdır. Deyir ki, read the given passage and answer the question. Düzgün cavabı tap. Suala baxmaq istəyirəm birinci. Which of the following can be inferred from the passage? Pasajdan hansı nəticəyə gələ bilərsən? Infer deyirsə, mütləq şəkildə paraqrafın ən son cümləsinə baxmaq lazımdır. Gəlin birinci bu hissəni mən daha da qabarıq formaya gətirim. Buranı oxuyum. Over time, these positive effects can lead to increased resilience and a healthier overall mindset. Deyir ki, zaman keçdikcə bu müsbət təsirlər deməli davamlılığının artmasına və ümumi düşüncə tərzinin daha sağlam olmasına səbəb ola bilər. Lead to burada səbəb olmaq mənasında istifadə olunur. Yəni qısaca desək bunu demək istəyir. Yəni zamanla bu müsbət təsirlər artan dayanıqlığa və ümumi olaraq daha sağlıqlı, yəni daha healthy olan bir mindset-ə səbəb ola bilər. Zehnə yol aça bilər. İndi burada gördüyünüz kimi müsbət bir cümlə quruluşudur. Və buna uyğun olaraq variantlardan birinci nəyə çıxmaq lazımdır? Mənfilər varsa onlara çıxmaq lazımdır. Variantlarda hər zaman the only, bu kimi hardly, bəli, bu sözlər hər zaman çıxır. Cavab çıxa bilməz onlar. A variantı gedir. Exercise can boost both emotional balance and self-worth in the long run. Bunu saxlayaq, dəqiq bilmirəm hələ. Nothing deyirsə, heç əlaqəsi yoxdur deyir. Reducing stress hormones has nothing to do with maintaining a workout routine. Əlaqəsi yoxdur ümumiyyətcə son cümlə ilə. To have nothing to do with əlaqəsi olmamaq deməkdir. Bu ifadədir. Məsələn, yenə D variantında disappear deyir, mənfi aparır cümləni. Yenə burada only for athlete deyir. Bu da ola bilməz. Mənfi aparır cümləni. Cavab elə bu qalır. Exercise can boost both emotional balance and self-worth in the long run. Sırf bu cümləyə görə, çünki infer from the passage deyəndə əsasən axırıncı cümlə ilə uzlaşdırmalıyıq variantları. Və bu cümləni diqqətlə baxsaz, məsələn, ilk cümlədə ondan danışır. Gəldik növbəti test tapşırığına və göründüyü kimi anlama ilə bağlıdır. Read the given passage and answer the question. Amma düzgün deyil başlıq, çünki sual yoxdur burada. Burada deyir ki, mətnə görə ifadəni tamamla. Burada belə olmalıydı. Complete a sentence or statement according to the given passage. Düzgün qoymayıblar başlığı, səhvdir başlıq. Getdik. Burada mənim 2 dənə keywordum var. Deməli, one həmişə sualın şərti cavabda olur. One common cause of procrastination. Deməli, gecikdirmə, yubatma, ləngimə sözüdür bu. 8-ci sinifdə var bu söz. Procrastination. One common, əgər burada one rəqəmindən danışırsa, çox güman ki, mətndə bir neçə səbəbdən danışır. 1, 2, 3, 4, 5 baxmaq lazımdır ona. Onlardan biri də budur və mətn də və sual da bunu istəyir. Yəni, bir neçə səbəb var, amma sual onlardan birini istəyir. Bu tip testlərdə testin cavabı ya əvvəldə olur, birinci cümlə, topic sentence-də olur. Ya ikinci cümlədə olur. Baxaram indi görüm hansında var. Heç birində yoxdursa, məcburən axıra baxmaq lazım. Çünki onlar giriş-çıxışlar əsaslıdır testlərdə. Baxaq görək hansında var. Deməli, birinci cümlə. Procrastination often arises from fear of failure or a desire for perfection. Deyir, yubanma, gecikmə iki şeydən yarana bilər. 1. Müvəffəqiyyətsizlik qorxusu. 2. Mükəmməlliyətçilik arzusu, diləyi. Düz deyir. Mükəmməl olmaq bəzən o duyğu, desire, bəzən failure-a gətirib çıxarda bilər və procrastination ola bilər. While it can provide temporary relief from tasks that seem overwhelming, sarsıtıcı, consistent procrastination can harm
productivity and emotional well-being. Bəli. Nəyə deyir? Zərər yetirə bilər məhsuldarlığa və emosional duruma. Deməli, iki şeydən danışdı. Başarısızlıq, yəni müvəffəqiyyətsizlik qorxusu və mükəmməl olma arzusu. Baxaq indi. A-da diving into every new project deyir burada. A-da ümumiyyətlə danışmır ondan. Çünki iki şeydən birini tapmaq lazımdır burada. A-da yoxdur. Constantly, deməli, seeking external praise, tərifdən danışır burada. Kollegaları tərifləmək falan. C-də fear of not given the task perfectly. Cavab budur. Yəni, verilən tapşırığı mükəmməl edə bilməmə qorxusu. Çünki mükəmməliyətçil bir insandır ona görə. Cavab elə C variantı olur. Oxumağa ehtiyac yoxdur o birilərini. Asudə vaxt. Y-də deyir ki, taskları set eləmə, yəni ümumiyyətlə uyğunluğu yoxdur. Düzgün cavab elə C variantı olur. Növbəti testimiz qayda ilə bağlıdır. He wants the professional decorator the walls of this room. Decorator burada nə olur artıq? Deməli, tamamlığımızdır. Dekorasiya edən şəxs, decorator. Deməli, burada want-dan sonra to gəlməlidir. Mətnlərlə uyğun gəlmir qaydaları. Y variantı o vaxt ola bilərdi ki, burada tamamlıq olmasın. Məsələn, belə ola bilərdi. He wants the professional decorator. Yox, olmaz. Belə ola bilərdi. He wants the walls of his room to be painted ola bilərdi. Məsələn, bunu buradan çıxardı. Bunu bura qoysaydıq boşluğa. Məsələn, he wants the walls of his room to be painted. Çünki deməli, passiv olması üçün gərək burada tamamlıq olmasın. Tamamlıq varsa to infinitive olmalıdır. He wants the professional decorator to paint the walls of his room. Yenə bir paragraf verilib, deyir boşluğu doldurun. Deməli, boşluq sonda qoyulursa, özündən qabaq gələn cümləyə baxmaq lazım. Buradadır testin cavabı, yəni başqa yerdə gizli deyil. Deyəcəksiniz ki, müəllim, siz bütün testləri qısaldaraq getdiniz. Yəni, bu mənim öyrətdiyim texnikadır. Yəni, kim istəyir bütün mətni oxuyar, tək-tək tərcümə eləyər. Mən sizə yol öyrədirəm. Yəni, mən illərdir bu şeyin içərisindəyəm və istər YDS olsun, istər IELTS testləri olsun, yəni texnikalarla tapmaq lazımdır bu tip testləri. Tək-tək oxuyub tərcümə eləmək, demirəm, olmaz, olar, amma zaman itkisidir. Ona görə texnikaları bilmək lazımdır. Hara baxmaq lazım mətndə, hardan oxusam, hara baxsam, haranı scrutinize, yəni incələsəm cavabı çıxarda bilərəm. Əsas budur. Yəni vacib deyil ki, whole passage translation, yəni bu time waste-dir, zaman itkisi. Deməli, bu cümlədə hər şey özünü göstərir. İki şərt qoyub burada, iki seçim verib. Deyir ki, some focus on ornamental flowers and landscaping, yəni ornamentli güllərdən. Deməli, iki dənə şey var burada. Bir qrup ornamental flowers və landscaping-ə prefer edir. Digər qrup isə others. Çünki bilirsiniz ki, some-la başlayan cümlə others-lə bitir, amma ortaya while girməlidir. But while others grow vegetables or herbs for cooking. Yəni, tərəvəzlər, yəni cooking eləmək üçün tərəvəzləri yetişdirməyi üstün tutur. Yəni, onların fokus tərəfi odur. Və burada iki seçim varsa, biz bunu tamamlayanda məcburuq ki, çünki boşluq axırda qoyulanda özündən qabaq gələn cümlə onun qardaşı olur. Mütləq şəkildə iki şeydən danışmalıdır variant. Çünki son cümlə ilə ondan qabaq gələn cümlə əkiz cümlələr olur həmişə. Təkrar deyirəm, son cümlə ondan qabaq gələn cümlə ilə hər zaman əkiz olur. Məsələn, cooking healthy meals requires. Burada ancaq danışır yemək bişirməkdən. Bu ola bilməz. Mənə əkiz cümlə lazımdır. Gardening. Bu ancaq danışır bağbançılıqdan. Spending time in nature can have positive impacts on both, gördünüz, mental and physical health. Bu ola bilər. Çünki hər iki şeydən danışır burada. Zaten baxın, burada
Only deyirsə, bu iş tamamlanmışdır. Yəni bunu seçməyin yeri yoxdur. Çünki iki seçim var orada. Yenə only düzgün cavab ola bilməz. Həmişə bunlardan çalışın, qaçın, amma yoxlayın. Mən baxdım ki, uyğun gəlmir onsuz. İndi deyə bilərsiniz ki, burada müəllim hardadır ki, həm tutaq ki, grilled vegetables eləyir və yaxud da ki, ornamental flowers. Mental hissəsi budur, physical hissəsi budur. Burada hər şey var. Sağlıq üçün xeyirlidir də, cooking edir çünki ona görə. Düzgün cavabımız elə C variantı olur. Clause'larla bağlı bir test tapşırığıdır. Identify the type of subordinate clause. He reads, cooks, books, so that he can improve his vocabulary. Bir o kitablar oxuyur, lüğətini artıra bilsin deyə. Hətta saxlayın ortada so that bağlayıcısı varsa və ondan sonra modal feil gəlirsə, bu cümlələr purpose clause-dur. Amma so that-dən sonra modal feil yoxdursa və özündən qabaq vergül gəlirsə, bu cümlələr result clause-dur. Deməli, so that modal feil purpose clause olur. Düzgün cavabımız D. Növbəti test tapşırığımız which of the following sentences best conveys the main idea of the given sentence? Paraphrasing ilə bağlı bir test tapşırığıdır. Çünki convey the meaning deyirsə, bu restatement testləri hesab olunur. They spent hours discussing that project, but they couldn't finalize plan. Yəni deyir ki, bu proje yəni saatlarla müzakirə etdilər, ancaq nəticəyə bir final olaraq bir plan yaza bilmədilər. Yəni they couldn't finalize the plan. Yəni bir planı yekunlaşdıra bilmədilər. Deməli, never talked ola bilməz. Even after a lengthy discussion, the final plan was agreed upon. Yəni uzun bir müzakirədən sonra, yəni final yekun bir plan müzakirə edilmədi. Elə cavab budur. İnkara inkar, təsdiqə təsdiq qaydası var burada. Cəld qərara gəldilər. Əksinə qərara gələ bilmədilər. Bir neçə planlar ortaya çıxardılar, amma çıxara bilmədilər. Həll yolunu tapdılar, tapa bilmədilər. Əksinə düzgün cavabımız elə. Yəni nə qədər müzakirə aparsalar da, yəni yekun bir qərara gələ bilmədilər əslində. Düzgün cavabımız elə. Növbəti testimiz inversiya ilə bağlıdır. Inversiya bir növ bildiyiniz ümumi sual cümləsi quruluşudur. Yəni bildiyimiz general question'dır. Did you və yaxud da ki are you formasında. Seldom inkarlıq bildirdiyinə görə, nota bərabər olduğuna görə özündən sonra birinci feil gəlməlidir. Seldom did he formasında olmalıdır. Yəni buna diqqət yetirmək lazımdır. B-də belə olmalıdır. Seldom did he travel. Seldom did he travel abroad. Daha belə C variantı olur. Seldom did he travel abroad formasında olmalıdır. Seldom was olmaz. Çünki travel da id olduğuna görə o qabağa keçməlidir. Sual cümləsi formasında olmalıdır. Düzgün cavab C variantı olur. Növbəti testimiz yenə deyəsən zamanlarla bağlı. Deməli, birinci boşluğa hopu ümumiyyətcə zamana qoymaq məsləhət deyil. Bunu məsləhət görmürəm. By the end of the year deyirsə, bizə lazımdır budaq cümlədə future perfect. By the end of the year deyirsə, will have done lazımdır bizə. Shall have done, will have done. O da harda var? A variantında var. Bir də onu qeyd edeyim ki, help-la başlayan cümlə will-lə davam eləyər. Linda helps will mütləq olmalıdır orada. Help will, think will. Deməli, yenə idiomlarla bağlı bir test tapşırığıdır. When you negotiate a contract, it's crucial. Önəmlidir nə? Bir kontraktda nə önəmli ola bilər? Your partner razılığa eyni fikirdə olmaq olar da. Yəni partnerinlə, əgər ki bir şirkətlə negotiate, danışıqlar aparırsansa, qarşı tərəflə eyni fikirdə olmalısan, razılığa gəlməlisən. Bu uğur diləməkdir, ola bilməz. Budur. Eyni fikirdə olmaq, razılaşmaq. See eye to eye. To agree to someone else's ideas. Digər sözlərə baxaq. Hit the sack, go to sleep, go to bed deməkdir.
To bite off more than you can chew. Bu to get into deep water, yəni başından böyük işlərə girişmək və qalxışmaq deməkdir. Bunun şey odur qarşılığı to get into deep water deməkdir. Let the cat out of the bag. Bu spill the beans. Yəni to crack ağzından bilmədən sir çıxarmaq, siri söyləmək. To spill the beans və ya to crack. He cracked elə budur. He let the cat out of the bag. Yəni eyni mənanı ifadə eləyir. Düzgün cavabımız razılaşmaq, eyni fikirdə olmaq B variantı olacaq. Deməli, böyük bir mətn var və mətni tapmaq lazımdır. Deməli, mətnimiz yenə uzun olduğuna görə diqqətli olmaq lazımdır. Yenə sualla davam eləyəcəm. What is the main focus of the text? Mətnin əsas fokusu nədir? Sualı varsa, sualın şərtində, o zaman mətnin ilk cümləsinə baxmaq lazımdır. Main idea hər zaman birinci paragrafın ilk cümləsində olur. IELTS formatıdır bu. Yəni, bu cümləni oxumaq lazım mütləq şəkildə. Birinci, yeri gəlsə ikinci cümləni oxumaq lazım. Çünki onlar bir-birinə bağlantılı olur. Buranı da saxlayıram. Daha doğrusu buranı tam cümlə hesab edirəm. Bunu da onun köməkçisi olaraq qoyuram. Çünki bilirəm ki, onlar bir-biri ilə bağlantılıdır. Mətndən belə bir nəticəyə gəlirik deyirsə sonuncu cümlə, mətnin əsas ideyası nədir deyirsə birinci cümləyə baxmaq lazımdır. Deməli, buranı yaxşı oxumaq lazımdır. Recycling is a key method for reducing waste and protecting the environment. Deməli, burada nə deyir? Yenidən istehsalat, bulantıları reduce eləmək və ətraf mühiti qorumaq üçün bir metod. Buna uyğun bir varianta baxmaq lazımdır. The harmful impact of xeyr. Methods for recycling the budur. Çünki items dediyi elə bu idi. Burada göstərir. Baxın. Itemları da burada verib. Vergüllərlə. Cavab B-dir. Eco-friendly demir orada. Reducing the cost demirdi ilk cümlə. Çünki ilk cümlə nədirsə odur. Sorting waste only deyir burada. Bu düzgün deyil. Cavab elə B variantıdır. Uzun bir mətnin rahat yolunu tapmaq olur. Gəlin isbat üçün ikinci cümləni oxuyaq. Many communities encourage people to separate the rubbish into different bins, such as glass, paper, plastic and metal. Elə item dediyi buydu. Deməli, birinci, ikinci cümlə bir-birinin dəstəkləyicisi olur. Çünki hətta saxlayın, bir mətndə birinci cümlə topic sentence, digər cümlələr supporting sentence, son cümlə isə, bu cümlə isə olur concluding sentence. Supporting sentence də burada giriş cümlənin topic sentence dəstəklədi. Burada items dediyi əslində elə buydu. Bunlar idi. Itemlar. Düzgün cavab elə. Mətni oxumadım hamısına ehtiyac yoxdur. Çünki mən bilirəm ki, hara baxmaq lazımdır. Digər sualımız deməli, which of the following questions does not have an answer in the passage? Cavabı yoxdur deyir pasajda. Bunun üçün həmişə sual cümlələrin başlığına baxmaq lazımdır. Onların feillərinə baxmaq lazımdır. Əsas odur. Bu çox önəmlidir. Məsələn, people separate sual cümləsi how, separate the rubbish. Burada deyir onsuz. Burada problem yoxdur. Bu düzdür. İkinci cümləmizin, ikinci sualımızın xəbəri. Avoid recycling burada hər şeyi bizə kömək eləyir. Burada diqqətlə baxsaz mətnin tərkibində bax belə bir cümlə var. Some people find sorting waste complicated and feel it's time consuming. Others do not have easy access to recycling centers. That's why they avoid recycling. Bu da bir səbəbdir də. The government avoid local council deyil. Which government? Bu daha çox which-lə olan cümlələr hansı cümlələr daha çox təhlükəli cümlələr olur. Which governments have the government sözü ancaq bir yerdədir burada.
adı çəkilir. Amma növündən danışmır hansı hökumət. Elə səhv budur. Digər sualda what kind of energy savings come from recycling plus? Yenə deyirəm, belə olan vaxtda, belə olan zaman mübtədanı və xəbəri ancaq köklənməlisiniz. Mübtəda və xəbər. Cavab ordadır. Energy savings come from. Energy savings. O söz axtarmaq lazımdır. Sources, energies, energy savings. Baxın, o əsasdır. Saves budur. Also saves energy because producing goods from recycled materials often requires less energy than making items from raw materials. For example, recycle one glass bottle. Cevap budur. Y'də in what ways can communities encourage recycle? Yenə mübtəda və xəbərə baxmaq lazım. Communities budur. Encourage də buradadır. Yəni bunu bütün mətni oxumağa ehtiyac yoxdur ki, bu kiçik bir sual tapmaq üçün. Cavab elə şey qalır. Ümumiyyətlə mən yəni özüm eləsəydim bunları oxumazdım heç birisini. Tək-tək. Çünki mən artıq bildim ki, cavab burada budur. Zaman itkisi D, yəni D variantı, Y variantı. İmtahandayam vaxtım gedir və niyə oxumalıyam o qədər suallar tək-tək vaxt getməsin də. Cavab görünür ki, hökumətin növlərindən danışmır burada. Bir dənə government sözü var. Mən niyə gedim A-nı, B-ni, D-ni, Y-ni yoxlayım, zamanım getsin. Sırf sizin üçün edirəm ki, yəni görəsiniz ki, bunlar var, bunlar yoxdur cavablar. Növbəti sual. Why does the author stress the importance of cycling? Bunu deyirsə 100% bu testin cavabı axırıncı paragrafdadır. Çünki yekuna gəlib artıq müəllif və bu cümləni də mətni yekunlaşdırır. Bizə o lazımdır. Mütləq şəkildə son cümlələrə baxın burada. Çünki bu artıq wrap-up cümlədir. Yəni sum up olunub mətn. Yəni nə üçün deyir müəllif yenidən istehsalının önəmini vurğulayır. Ona görə vurğulayır ki, yekun cümlələrdə olacaq bu cavab. Cavab budur. Global waste and pollution can be reduced, leading to healthier planet for everyone. Kesin cavabı budur. Baxın, C variantı. Çünki mətndə müəllif bundan artıq çıxır mətndən. Yəni bu cümlə ilə yekunlaşdırır. Ehtiyac yoxdur bütün mətni oxuyub tərcümə eləmək. Artıq buradan bilinir ki, müəllif ideyanı yekunlaşdırır. Düzgün cavab C variantı olur. Ümumiyyətcə, oxuyub anlamaqla bağlı çox oxumaq lazımdır. Çox mətnlərə baxmaq lazımdır. Alışqanlıq yaratmaq lazımdır. Çalışacağam ki, çox videolar çəkim bu tipli. Mən çünki təkrar qeyd edirəm, mən heç vaxt mətn oxumuram tək-tək. Yəni oxuyanlara hörmətim var, mən eləmirəm. Mətn oxumaq, tərcümə eləmək, mən bunları eləmirəm. Mən texnika öyrədirəm. Mən öz qruplarımda da beləyəm. Tək-tək yox, texnikalarla. Bu sualı gördüm, bura bax. Bu sualı gördüm, bura bax. Bu sualı gördüm, bura bax. Ona görə də yəni oxuyub anlamada demək olar ki, çox yaxşıdır vəziyyət.